Vado Karovnin Space televiziyasının rəhbəri vəzifəsindən azad olunmasından sonra telekanalda islahatlar davam ettirilir. Doğru Xəbər Azərbaycan Qaynar Info istinadən xəbər verir ki, Space 104 FM radiosunun direktoru Sərxan Qədimov da vəzifəsindən azad olunub. Bundan başqa Vado Karovnin sürücüsü də işdən çıxarılıb. Məlumat üçün xatırladaq ki, Qədimov 2024-cü ilin avqustunda Space radiosunun direktoru vəzifəsinə təyin olunmuşdu. Space televiziyasının vəzifədən azad edilən baş direktoru Vado Karovnin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyev işdən çıxarılıb. Bu barədə Nəriman Əbdüləliyev sosial şəbəkə hesabında məlumat paylaşıb. Bugün mənim üçün önəmli bir mərhələ başa çatdı. Space TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Göstərilən səmimiyyətə və münasibətə görə kollektivə ayrıca təşəkkür edirəm. Həyatda insanın necə qarşılanmasından çox, necə yola salınması yadda qalır. Space kollektivinə və yeni rəhbərliyə uğurlar arzulayıram deyə o qeyd edib.